Rufo 2024 AYG-dən ilk 4 sualın həllinə baxaq. Deyir ki, Aysel fikrində bir natural ədəd tutur. Əhməd ondan aşağıdakı 10 sualı soruşaraq həmin ədəd tapmağa çalışır. Birdən 10-a qədər bölünməni soruşur. Deyir, bir sual istisna olmaqla digərlərinə hə cavabını verir. Yox cavab verəndə əlavə edir ki, ağlımda tutduğum ədədlə soruşduğum sualdakı bölənin birdən başqa ortaq böləni yoxdur. Yəni, bunlar qarşılıqlı sadədirlər. Beləliklə, hansı suala Aysel yox cavabını vermişdir? İlk öncə biz deyirik ki, ədəd mütləq cüt olmalıdır, yəni x-ə bölünməlidir. Və ədəd cütdürsə, yəni 2-yə bölünürsə, mütləq 2-yə bölünürsə, 2, 4, 6, 8-ə bölünməlidir. Həmçinin 3-ə bölündüyünü də deməliyik ki, yəni ədəd mütləq 3-ə bölünür. 3-ə bölünürsə, deməli 9-a da bölünür. Eyni şəkildə 5-ə də 10-a da bölünməlidir. Çünki bir dənəsinə yox cavabı verir. Əgər məsələn 5-ə bölünməsə, gərək həm 5-ə, həm də 10-a yox cavabını verər. Deməli, həmin ədəd 5-ə, 10-a da bölünür. Yəni, mütləqdir ki, bu ədəd 5-ə də bölünür. 5, 10, 3, 9, 2, 4, 6, 8 ola bilməz. Və bizdə bir dənə qalır 7 ki, cavabımız odur. Deməli, cavab 7-dir. Yəni, yox cavabı verəcəyimiz ədəd 7-dir. Çünki qalanları heç cür ola bilməz. Yəni, belə bir sadə sual idi. Deyir ki, burada şərtdə x, y, z 0-dan böyük, kökdə 2-dən isə kiçikdir. Və bizə bərabərliyi verib, bərabərsizliklər veribdir. X, y, z üçünlərini tapmalıyıq. Aha. İlk öncə mən bunları tərəf-tərəfə vuraram. Anlar ki, x, y, z vurulsun. Kök altda 4 çıxılsın x kvadratı, y kvadratı. Vurulsun 4 çıxaq x kvadratı, z kvadratı. 4 çıxaq y kvadratı, z kvadratı. İndi burada 8 bölünsün kök altda x, y, z-dən böyük bərabərdir. İndi mən bunu tərs qoşu ilə yaza bilərəm ki, x, y vurulsun. 4 çıxaq kök altda x kvadratı, y kvadratı. Deməli, kiçikdir. X kvadratı, y kvadratı. Üzərinə gələk 4 çıxılsın. X kvadratı, y kvadratı bölünsün 2-dən. Bu da bizə 2-ni verər. Həmçinin bunu digərlərinə də tətbiq edə bilərik. Bu da kiçik bərabərdir 2-dən. Həmçinin y, z-də görə də bunu yaza bilərik. Bunları tərəf-tərəfə biz vursaq, nə alırıq? X, y, z vurulsun. 4 çıxaq x kvadrat, y kvadrat. Təbii ki, hamısı kök altda. Yəni, heç bir şey eləmirəm. Sadəcə tərəf-tərəfə vururam. Bunları da vuranda 8 edir, amma gördüyünüz kimi hər tərəfi x, y, z-də bölmüşəm. İndi siz burada nə görürsünüz? Baxın, gəlin bunlara baxaq bu ifadələrə. Burada aldıq ki, bu ifadə x, y, z-dən 8 bölü x, y, z-dən böyükdür. Burada isə aldıq ki, nədir? Kiçikdir. Deməli, burada hansı haldır? Bərabərlik halıdır. Deməli, bu aldığımız ifadə bərabərdir 8x, y, z-də. Yəni, bərabərlik şərti ödənilir. Deməli, x, y bərabər olmalıdır. Kök altda 4 çıxaq x kvadrat, y kvadratına. X, y bərabər olmalıdır kökdə 2-yə. Həmçinin x, z hər biri analoji olaraq belə alınır. Bunu belə yazdıq. İndi bunları biz tərəf-tərəfə alaraq vura bilərik. X, y, z bərabər olar 4-cü dərəcədən kök altda 8-ə. Hər biri də ayrı ayrılıqda deməli 4-cü dərəcədən kök altda 2 almış olarıq cavabımızı. Bu da belə bir sual idi. Cavabımız deməli bərabərlik halı ödəndi və hər bir də ayrıca bu qiymətləri almış oldu. Üçüncüyə baxaq. Üçüncü sualda bizə nə deyir? Deyir ki, A, B, C müsbət tam ədədlərdir və bizə deyir ki, A üstü 12 üzərinə gəlsin 3 üstü B bərabərdir 1788 üstü C. A, B, C deməli həllərini tapmalıyıq. İndi gəlin burada bir qaydaya baxaq. Birinci halda
S-ni götürək, qiymətini götürək. Məsələn, birinci halda S-ni 2-dən böyük bərabər götürürəm. Və bu zaman bu ədəd, baxın bu 8-ə bölünməlidir. Aha, hər hansı bir ədədin kvadratı 8-ə bölündükdə 0 ilə 1 verə bilər modda. Və 3-ün qüvvətləri də baxa bilirik ki, 1 ilə 3 verə bilər mod 8-də. Və bu da, bu 1788-də tam bölünür. Deməli, bunu götürsək heç bir zaman, yəni bu şərtin bərabər olmaq üçün gərək hər iki tərəf eyni modu versin. Yəni, eyni modda eyni qalığı versin. Bu 0 verir, amma bu heç zaman görür ki, bu tərəf 0 verə bilməz. Deməli, C 2-dən böyük ola bilməz. İkinci hala baxırıq. C-nin 1-dən kiçik olduğu hala və müsbət nəzərdə tutulduğu üçün C-ni yalnız 1 götürə bilərik. C-ni 1 götürsək, A üstü 12 üzərinə gəlsin, 3 üstü B alınır 1788. İndi A-nı 1 götürsək, 3 üstü B 1787 alınır. Bu halda mümkün deyildir. A-nı 2 götürsək, artıq bu tərəf bunu aşır. Deməli, A 2 də ola bilməz. Yəni, müsbət ədədlərdən söhbət gedir deyə. Deməli, A 2 də ola bilməz və bu zaman bu nəticəyə gəldik ki, bu tənliyin heç bir zaman həlli yoxdur. Dördüncü suala da baxaq. Digər sualların izahını növbəti videolarda çalışdıqca verəcəm. Bunları silək. Aha. Keçdik növbəti suala. Bizə deyir ki, 9 vurulsun 10 lövhə 90 sayda vahid xanaya bölünmüşdür. Qeyri-standart şahmat vəzirinin bir xanadan digərinə hərəkət etmək üçün müəyyən qaydalar var. Deməli, vəzir hər addımda yalnız olduğu sütun və sətir boyunca hərəkət edə bilər, deyir. İstənilən en natural ədəd üçün 2n-1-ci addımda x xana hərəkət edərsə, onda 2n-ci addımda 9x xana hərəkət edir. Bu addımlar zamanı dayandığı son xana ziyarət etdiyi xana adlanır. Vəzirin lövhənin hər hansı bir xanasından hərəkətə başlayıb, lövhənin bütün xanalarını tam olaraq bir dəfə ziyarət etdikdən sonra başladığı xanaya qayıtması mümkündürmü? İndi burada cavabımız olacaqdır ki, mümkün deyil, amma baxaq niyə? Cavab olacaq mümkün deyil. İndi bu olsun hər hansı bir xanalar. Müəyyən bir hissəni çəkirəm. Şahmat xanası kimi, məsələn, bura qaradır, bura qaradır, bura. Haradasa belə bir formadadırlar. İndi bizə deyir ki, 2n çıxaq birinci addımda x gedərsə, 2n-ci addımda 9 çıxaq x gedər. Bunları toplasaq, yəni 2 addım atsa, 2 addım atsa, 9, ümumi 9 addım atmış olar, düzdürmü? Və bu hər 9 addımdan bir qaradırsa ağa gedir, ağdırsa qarıya gedir. Doğrudurmu? İndi ümumi deyir ki, 90 sayda xana var. İndi bu başladığı xanaya qayıtmaq üçün deməli 90 dənə xananı ümumiyyətlə getməlidir. Deməli 2 addımda 9 addım atırsa, deməli 45 dəfə 90 addım getməliyik, düzdürmü? Yəni 45 dəfə xana rəngi dəyişməlidir. Qırmızı ağ və görürük ki, sonuncusunda ağa gələcək. Qaradadırsa, daha doğrusu qırmızı yox, qara. Qaradadırsa görürük ki, bu gələcəkdir ən sonda ağa. Düzdür, ağa gələcək. İndi ağdan başlasaq, tutaq ki, biz başladıq ağdan. Ağdan başlasaq da ağ, qara, ağ və sonuncu gələcək qarıya çıxacaq. Yəni görürük ki, hansı xanada başlayıbsa onun əksi olan rəngə gələcəkdir. Yəni heç cür mümkün deyil ki, başladığı rənglə sonuncu gəldiyi rəng eyni olsun. Əks rəng yaranır, yəni hər iki halda. Deməli, bu hal mümkün deyildir. Həndəsə sualın izahını isə ayrıca verəcəm.